Bu sual düzgün cavablandırsan, əmin ol ki, sintaktik təhlildə vəziyyət qəşəngdir. Öncə təhlil edib, daha sonra bizlə yoxlaya bilərsən. Çox adam belə təhlil. Əgər sən də belə təhlil edirsən, istəyirdilər kim uşaqlar nəyi? Çəmənlikdə oynamağı. Bunu məstər tərkibi kimi götürür və səhv edir. Bir qaydanı yaddan çıxarmayın ki, istəmək sözü məstərə qoşulduqda bir təhlil edilir və həmin vaxt məstər özündən qabaqki sözlə bir yerdə tərkib yaratmır. Deməli, bu sözün təhlil qaydası belə olacaq. Oynamaq istəyirdilər. Kim? Uşaqlar. Harda? Çəmənlikdə. Əgər bu cür təhlil eləmisənsə, doğru təhlil etmisən. Belə, əgər dərsimiz xoşunuza gəldisə, videonu bəyənməyi və səhifəmizə abunə olmağı yaddan çıxartma. Əlavə olaraq onu deyim ki, bizim 30 günə 30 düz proqramımız qeydiyyat hələ də davam edir. 30 günə az vaxt qalsa da bütün proqramı tam olaraq öyrənmək istəyənlər, blok imtahanı yüksək nəticə yazmaq istəyənlər, həftəlik canlılarda iştirak etmək istəyənlər buyurub qoşula bilirlər. Qoşulmaq üçün 055 597 0151-ə deməli yaza bilərsiniz və filoloqlar və ibtidai müəllimləri həftədə 5 dəfə canlı ilə imtahana qədər bütün proqramı tam olaraq təkrar eləmək istəyirsə, buyurun qruplarımıza qoşulun. Filoloqlar 055 597 yox 075 882 18 83-ə, ibtidailər 055 597 0151-ə yaza bilərlər. Sağ olun.